Bu forum ciddi mənzil böhranı ilə üz-üzə olan Avropada da çox diqqətlə izlənilir və bu səbəbdəndir ki, VUFON-3-də iştirak üçün qoca qitədən müxtəlif rəsmi nümayəndələr, mütəxəssislər və ekspertlər Bakıya gəliblər. Təfərrüatı hazırda Berlindən bizlə birbaşa bağlantıda olan xüsusi müxbirimiz Günay Məmmədovadan öyrənəcək. Günay, tədbirə hansı ölkələrdən nümayəndələr qatılıb və qatılacaq, elə onu eşidək sizdən. Bəli, 13-cü Ümumdünya Şəhərsalma Forumuna Avropada çox böyük maraq və diqqət var. Çünki bu tədbir Avropa paytaxtları üçün beynəlxalq konfrans olmaqla yanaşı bugün Avropanın özü ciddi mənzil böhranı yaşayır. Berlin, Paris və Amsterdam kimi şəhərlərdə kirayə qiymətləri sürətlə artır, sosial mənzil çatışmazlığı var və bu səbəbdən də Bakı Forumunun dünyanı mənzillə təmin etmək, təhlükəsiz və dayanıqlı şəhərlər çağırışı Avropa cəmiyyəti üçün son dərəcə aktualdır. Azərbaycan paytaxtına Avropadan ilk növbədə böyük Avropa megapolislərindən təmsilçilər, yəni şəhərlərin yaşıllaşdırılması və enerji keçidi problemləri ilə birbaşa əlaqədar olan şəxslər, həmçinin Almaniya və Fransa kimi ölkələrin aparıcı şəhərsalma institutları, memarlıq büroları və analitik mərkəzlərindən nümayəndələr qatılacaqlar. Qeyri-hökumət təşkilatları və ekoloqlar üçün də Bakı Forumu ən mühüm qlobal diskussiya platformasına çevriləcək. Avropadakı rəylərə gəlincə ekspertlər bu forumun müstəsna əhəmiyyətini vurğulayırlar. Avropa mətbuatında qeyd olunur ki, Bakı təhlükəsiz şəhər standartlarının hazırlanmasında şərqlə qərb arasında bir körpü rolunu oynayır. Analitiklərə görə qlobal böhranların həlli üçün Bakı dialoqu olduqca vacibdir. Bir sözlə, Avropa müşahidəçilərinin fikrincə Bakıda qəbul ediləcək qərarların yaxın 10 illiklərdə elə Avropa şəhərlərinin də simasına və gələcəyinə təsir eləyəcək. Belə mənim çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Təşəkkür edirik Günay məlumat üçün.